Elhamdülillah, artıq biz axır 10 gecəyə daxil olduq Ramazan ayına. Və Ramazan ayı ümumən mübarək aydır. Allah Subhanahu taala Ramazanı vəsf edir və buyurur ki, şəhr-ı mübarək, yəni mübarək, bərəkətli aydır. Və xüsusən də axır 10 gecəsi ən əfsəl gecələrdir, necə İbn Teymiyyə deyir, rahimehullah. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu axır 10 gecəyə daha ciddi yanaşırdı, ibadət cəhətindən. Hətta əhl-i beytini də durğuzurdu. Və bir gün Peyğəmbər sallallahu əleyhi və səlləmə möminlərin anası Ayşə radiyallahu anhə soruşdu ki, ya Rasulullah, xüsusən bu gecələrdə hansı duaya daha çox üstünlük verdim? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, deyinən ki, Allahumma innəkə afuvun tuhibbul afə fa'fu anni. Allahım, sən əf edənsən və əf etməyi sevirsən və məni əff et. Və Peyğəmbər sallallahu əleyhi və səlləm fikir versəz, yəni əsas bizi hansı duaya, Allahdan əsas nəyi istəməyi yönəldir, o da Allahdan bağışlamağı. Yəni günah, böyük günahlardan, kiçik günahlardan mömin möhtacdır, ehtiyaclıdır buna. Allah təala onu bağışlasın. Ona görə elhamdülillah bu gecələrdə əsas bu duaya çox üstünlük verin. Allah Subhanahu taala bizi bağışlayan qullarından etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.